Esselamu Aleyküm ve Rahmetullah. Değerli izləyicilərimiz, mən bilirəm siz çoxunuz bu şeyi fikirləşirsiniz ki, elə bir torpaq olsun, daşı qoydum, daşdan bitki əmələ gəlsin. O dərəcə, yəni belə əlimdən qardalı düşsə, yadından çıxsa, bir dənə buranın sahəni qardala basacaq, tondan qardalı. Deməli, Balakən şəhərində, Qullar kəndində, düz yolun kənarında, gələcək üçün ideal və perspektiv bir yerdə 18 sot torpağımız satılır. Torpaq düz yerləşir, asfaltın kənarında. Qarşısından benzinlə və dizeldən işləyən hər bir şey keçir, velosiped, motosiklet, marşrutlar nə qədər istəyən keçir. Gördüyünüz bax bura. Dediyimiz kimi düz yolun kənarıdır. O qapıdan gəlirsən, sol tərəfində də belə köhnə bir tikili var. Yəni toyuq damı kimi istifadə edə bilərsiniz, malqara baxa bilərsiniz. Və ən əsası içində müvəqqəti yaşamaq üçün belə bir köhnə ev də var, amma yaşayışa uyğundur. Plus da həyətdə də baxın. Sanitar qovşağı var. Dediyimiz kimi tam qupçalı, tam sənədli bir qardaş. İdealdir. Arxasını da göstərək. Bax. Yaşayan torpaqdır. Yəni sən buranı alsan, ödə quruluşu elədir ki, Allahın izindən yeznələrinizə, bacanaq varsa bacanağınıza ev tikib verə bilərsiniz. Yeznələr burada mehriban yaşaya bilər. Keçəcək inşallah evin içərisində göstərməyə qardaş birazdan. Yaşaya buradan da bir dənə. Bax. Ümumi belə götürsək, torpaq doğrudan idealdır. Qəşəng qala torpağı var. Bax, o hasardan beləsinə fırlanır. Yenə mən demək istəyirəm, bax mən, qardaş, çək bir dənə. Gördüm də babat ağrıyıram, başım burnum ağrıyır. Biz ev satmırıq. Ev sənin içində pay gəlir inşallah. Bir də evin içində göstərəcəyik. Deməli, evimizin içində də hal-hazırda yaşamaq da mümkündür. Ev yox, qoy qardaş, video montaj eləməyək. Olduğu kimi qalsın inşallah. Bax qardaş, gəl. Arkadaşlar, yerişimiz de her şeye çek. Normal soğan halinde şimdi yerişim var. Bak. Böyle bir, ne bileyim, şeydi, evdi. Evin özünden bağlı plastik pencereleri var. Bak, qəşəng. Gel kardeş. Müvəqqəti yaşamak mümkün. Yani desen ki, mənə imkanım yoxdur, alacağım, oturup, yani yaşaya xırda tikin tapıra bilərsin. Gel kardeş. Bak. Klassikadır bu. Bunu cəmaatın vaxtlayacaq müzeydən alacaq tapıram. Burada bir tane otaq. O başta hamam ayağı olsun, hər bir şey zat. Suyuna qədər var. Oy. Bağladı. Karaçayın bir böyük zal, 3 tane otaq içəridir. Ay sağ ol. Gördüğünüz kimi 2 böyük otaqdır, zaldır, yataq otağıdır. Burada bir tane otaqdır, orada hamam ayağı olsun. Gəl qardaş. Deməli, buranın qiyməti, yoruldum ayağı. Buranın qiyməti qardaş, bax var bunun üçün yaşı salat, pamuk, düzəlib yiyəmaqlar var, şorla zatdan, rənginə bax, klassikadır. Tək bunun qiyməti 200 manat, şiri. Buranın qiyməti 18 sot torpaq, düz yolun kənarı dediyimiz kimi 36.500 təklif olunur, ümumi qiymətdir bu. Qiymətdə demək olar ki, endirim olmayacaq, çox güman. Amma reallıq olsa, bir-iki proseslər var, yoluna qoymaq olacaq inşallah. Allah mağazanın üçün də bərəkət versin. Esselamu Aleyküm və Rəhmətullah. Bitdik.